Salam əziz dostlar, izləyicilər. Bugün də bir məntiq sualı ilə qarşınızdayıq. Dostlar, 2026-cı il magistraturaya qəbul suallarından bir aşkar operator sualı seçmişəm. Xüsusilə dostlar, bu sualı seçdim. Səbəb odur ki, əksər tələbələr baxın, bu tipli sualların həllində çətinlik çəkirlər. Gəlin baxaq. Sual biraz kiçik göründüyü üçün mən bunu təzdən yazacağım. Deməli, 5A dairə işarəsi 8B bərabərdir A kvadrat üstəgəl B kvadrat plus 7. Bir də X dairə işarəsi 56 bərabərdir 137. Dostlar, buradan X-ın nəyə bərabər olduğunu istəyir. Ümumiyyətlə, aşkar operatorlarda çox qayda yoxdur. Standart bütün sualların həlli bir qaydaya əsaslanır. Yəni, operator eyni olanda, operatorun sol tərəfini sola bərabər edirik, sağ tərəfini sağa bərabər edirik. Bütün sualların həlli bizdə A-nın B-nin tapılmasına dayanır. Bu zaman dostlar, deməli 5A-mız X-a bərabərdir, 8B-miz də 56-ya bərabərdir. Gətirib altta qeyd edirəm, 5A bərabərdir X-a və 8B-miz də bərabərdir 56-ya. Dostlar, A-nı tapanda A bərabərdir, X bölünsün 5 olacaq. Baxın, əksər tələbələrin elədiysə, baxın buradadır. Adətən 5A bərabərdir X olanda imtihanda tələbələr həyəcanlandır, yəni nədən də bilmirəm dostlar. Götürürlər burada yazırlar ki, A bərabərdir 5X. Dostlar, 5 burada vurmadı. Bərabəriyin digər tərəfinə keçirəndə deməli bölmə kimi keçməlidir. Yəni, X-ın 5-ə nisbətini yazmalıyıq. Bu zaman dostlar, B-ni də tapsaq, B-də 56-ın 8-ə nisbəti bərabərdir 7-yə. İndi dostlar, biz deməli, bərabəriyin sol tərəflərini eyniləşdirdiksə, deməli bu bərabərliklərin sağ tərəfdə bir-birinə bərabərdir. Yəni, bu o deməkdir ki, A kvadrat üstəgəl B kvadrat plus 7 bərabər 137-yə. Buradan A-nın B-nin qiymətlərini yerinə yaza bilərəm. A-mız X böl 5 idi, X böl 5-in mötərizə kvadratı, B-miz 7-dir, 7-nin kvadratı, plus 7 bərabər 137-yə. Buradan deməli X bölünsün 5-in kvadratı bərabərdir. 7-nin kvadratı 49-dur. 49-un üzərində 7 gələndə 56 edir. 137-dən 56-ın çıxandır, nəticədə 81 qiyməti qalır. Dostlar, 81 də bilir ki, 9-un kvadratıdır. Onda mən X böl 5-in kvadratını deməli 9-un kvadratı kimi yaza bilərəm. Buradan kvadratları atsaq, X-ın 5-ə nisbəti bərabərdir 9-a, X da bərabərdir 5 vurulsun 9, yəni 45 qiyməti ala bilərik. Deməli, dostlar, aşkar operatordan bu tip sualla qarşılaşırsınızsa, həmişə belə bir məqamda mütləq, baxın, diqqətli olmaq